Ayət abi, bu daş arası heç bilir ki, onsuz səndən sonra gətirdilər Bakıya və sənin kimi də verən yoxdur bu Bakıda. Bəli, bəli. Amma Mən elə hiss edirəm. bitiləri bax səndən qabaq verirlər. Səndən qabaq verənlər olub da. Amma bu bitilər nəsə rəngidir, dadıdır. Bu haqqında nə deyə bilərsən? Ağıl mən də görürəm sosial şəbəkələrdə bitini qoyurlar, qaynayır, ağzına da qapağı qoyurlar, vaqqadana biti qaynaya, içində quyruq fırlanır. Biti belə qaynamalıdır. Bax, hələ bu da çoxdur. Yəni bunu mən yerini dəyişirəm. Belə qaynamalıdır biti. Baba belə. Nə etindən hazırlanmalıdır? Quyruğu Bitinin nə qədər dərsimində olmalıdır? noxududur, bir armud stəkandan biraz az. Ət nə ət 120 olmalıdır? qram qoç əti, 60 qram da quyruq. Şabalıtıdır, noxud. Dan ətindən bit olar. Dan ətindən biti Türkiyədə eşitməmişəm. görürəm. Yox. Eləyərlər, yəni onun həmən dad alınmaz axı. Orijinal Mənim- qoç ətindən hazırlanmalıdır. Orijinal biti qoç ətindən hazırlamalıdır. Mənim bitimi gəlib yeyib xoşuna gəlməyən olsa, halal xoş olsun. Tutarlı Tutarlı səbəb səbəb ki, bu tutdum, bəli. bitidə nəsə bu naroşinya var. Tavarını, Video etmiş olsun. tavarını videoda, dadı da tamı da. Pul alınmayacaq. Pul alınmayacaq, əgər xoşuna gəlməsə.